Dərslərdə dinc durmur, hamıya mane olur, yerindən durub gəzmək istəyir, çox səbirsizdir. Hamının əvəzindən cavab verəcək, sırasını gözləməyəcək, həmişə istədiyin olmasını istəyir, həmişə istədiyinin reallaşmasını istəyir, olmazları eşitmir. Qonaq gedəndə özünü apara bilməyəcək, düşünürsünüz ki, az qala ev sahibi sizi qovacaq. Həmişə hərəkətlidir və bu hərəkətliyin bir anlamı yoxdur. Yəni yoruldu, yorulmadı, yəni yorğun olsa belə də hərəkətli olacaq, dərsin belə ayaq üstə eləyəcək. Və bu hal davamlıdır, ən az 6 ay olmalıdır və müxtəlif mühitlərdə gözünü göstərəcək. Və əslində bu tip pozuntu əvvəllər də var idi. İndi biz buna hiperaktivlik deyirik. İllər öncə isə yəni nənələr, babalar buna cin kimi, civə kimi uşaqlar deyirdilər ki, hansılar ki davamlı hərəkətlidir. Bu hərəkət nəyəsə xidmət eləmir. Və əgər belə bir mənzərə varsa, bu uşağa da mane olur, onun ətrafına da, dərsinə də, məktəbinə də. Və bənzər mənzərə vardırsa, mütləq psixiatra müraciət edib, diaqnozunu dəqiqləşdirib, təyin edib, uyğun yardım alması lazımdır.